Bugün Hüseyin Həsən 555 kanalına yeni bir video atıram. Bugün uşaqlar sizinlə bir yerdə sizə hesabımı göstərəcəm və bütün karakterləri 250 kupaya kasacağım. Gördüğünüz kimi dəqiqə profildən göstərəcəm. Bakın burada bu kadar karakter görürsünüz. 250 kupa altı olduğu için böyle renkleri böyle bronz görsənir. Burada da açıq bronz görsənir. 2 gündə toplam 10 tane karakteri 250 kupaya artırdım, qaldırdım. Bugün isə sizinlə bir yerdə karakterləri 250 kupaya qaldıracağım. Və sizə profilini də göstərdim. Gördüğünüz gibi kazanma serisi Jackie ilə 19 eləmiş maksimum. Və bir dənə kulübümüz var. Kulübün adını əslində qoymuşduq bir. Sonradan nəsə oldu, kulübün adı dəyişdi. Biz o həmin kulübdə başqanıq gördüğünüz kimi. Kulübü də göstərərəm sizə indi. Aşamalını görürsünüz. Aşamalda da sayğındır. Sonra zaferlərimizi görürsünüz. Videonu dayandırıb baxa bilərsiniz. Və bu hesabı 2024-də açmışıq. Keçilən ən yüksək robot işğalıda uzmandır. Məncə yaxşıdır. Və 13 prestijlik. Gördüyünüz kimi Sirius'un da elədik. Və indi sən təzə qası eləyəcək. Kupamızı da görürsünüz 32.400 kupadır. Və Crow'da mən 3 gündə 2000 kupaya qaldırdım. Crow elmək çox asandır. İstəyirsiniz siz də eləyin. Və indi isə ID-mi də göstərdim. Sizdən elədik ki, Hüseyin 555. ID əslində dəyişik, Dostlardan dəyişdik ID-ni. Və indi isə sizə kulübü göstərirəm. Kulübümüzdə indi 29 nəfər var. Kulübümüzün toplam kupası 768.30'dur. Və orada da lazım olanlar yazır elə. Gereken kupada 20.000'dir. Kupa kası söyleyen atlar 10 gün oyuna girmeyen atlar teze gelen kidemli üye olur. Sağ olun, var olsun. Ve gördüğünüz kimi bizden başka hamı kidemli üyedir. Öz dostlarımızı belə yani başkan yardımcılar istəsələr. Belə 29 nəfər var. 30 nəfər olan kimi en alttan bir adamı atacaq. Və indi isə dediyim kimi ilk başda birinci olarak bir Çakı 250 kupa eləyəcəm. İndi isə videonu dayandırıram. Çakı 250 kupa olanda elə sizə göstərəcəm. Və uşaqlar Çakı 254 kupa elədim. Yəni 250 kupa elədim. Və indi isə aşağılarına 4 dənə super ender. İndi isə başqa neyinin adı karakterləri 250 kupaya qaldıracağım. O birisi 250 kupaya qaldıracağım karakterdə. Hani çox hasarlı olur. Onlarda bir baxın. Şey xəritə varsa əslində savaş topunda Nani'nin 250 kupa gəldirlər. O birisi qatılacağım karakterdə uşaqlar Nani'dir. Və indi isə yenə videonu dayandırıram. Nani'də 250 kupa olanda videonu açacağım. Və uşaqlar gördüyünüz kimi Nani'də 250 kupa elədim. Və onun da eşyalarını alıram. Ve gördüğünüz gibi buradan da 10 elmas 164 elmasımız oldu. Elmas kasası bizler. Ve indi ise o kişi 150 kupa kasacağım karakter. Bence Gale. Don't blame me. I just work slow and steady wins the race. 250 kupada Gale 250 kupa olanda videonu açacağız. Və uşaqlar gördüyünüz kimi Gale'da 250 kupa elədi. Bunun da yeni oyuncu simgesini və spreyini açdı. Və sıradakı bu da sonuncu olsun. Videoda çox uzanmasın elə. Sıradakı eləyəcəyim adam da Why the long face? Oh, that's me.
Keep the Bastır change. yazın bu səfərdə. Həm canı çoxdan, hüsnü çoxdan da aksesuarı var özünə çəkmək. Mən bu uşaqlar videonu dayandırılan bazda 250 kupa olanda videonu açacağım. Və uşaqlar gördüyünüz kimi Bastırda 250 kupa elədi. Daha doğrusu 261, 249'da dayandı. Sonra bir oyun oldu, 261 oldu. Və aldıq bunun əşyalarını da. Və uşaqlar siz aramızda deyək ki, Brawl Pass'da nəsə olsa video da açarıq. Elə star hədiyəsi gəldi. Ondan da həmişə Ender ver. Açanda gizemli verdi. Və gizemlidən də gördüyünüz kimi ən alta düşəndə Lili yox idi da. Lili çıxartdıq və onda 6 səviyyəyə bastıq. 506'nımız var idi elə. 6 səviyyəyə bastıq. Video dışı da elə Lili'nin səviyyəsini qaldırıb baxışlar al. Bunda 250 kupa eləyəcəm, amma video dışı. Video çox uzun olmasın deyə. Və uşaqlar, Crash yarışmasının ikinci bölümünə də baxmağı unutmayın. Və uşaqlar, bu günlük bu qədər. Sağ olun, bay bay.